Həm sadədir, həm asandır, həm yadda qalandır. Deməli, əvvəlki mövzularda bu haqqda məlumat vermişdim, elə bayaq test işləyəndə də. Bullying haqqında məlumat verdik. Bullying nədir və bugünkü mövzumuz da bullyingdir. Bullying dedik ki, psixoloji, fiziki zorakılıqdır. Deməli, bully var və bullyingə məruz qalan şəxs var. Bully, bullying edən, yəni şiddət göstərən şəxsə deyirlər. Deməli, bully kimə deyirik? Şiddət göstərən şəxsə deyirik və həmçində bullyingə də məruz qalan şəxsə də bullying, məruz qalmış şəxs deyirik. Yəni zorakılığa məruz qalmış. Növləri var müəllimlər bullyingin. Hansı növləri var? Məqsədə görə bullying var, davranışa görə bullying, təsirinə görə bullying və xüsusi bullying var. Gəlin görək məqsədinə görə bullying nədir və hansı növləri var? Məqsədə görə bullyingin özündə növləri var. Məqsədli bullying var, məqsədsiz və tədris bullying var. Məqsədli bullying adından da göründüyü kimi məqsədli olaraq, yəni şuurlu və planlı şəkildə qarşı tərəfi incitməkdir. Bax, nümunə gətirək elə şagirdlərdən, məqsədli şəkildə. Sinifdə məsələn, 2 dənə uşaq var. Birinin olsun adı Günay, birinin adı olsun tutaq ki, Səbinə. Günay Səbinəni məsələn bilərəkdən hər dəfə onu incidir. Onu şiddətə məruz qoyur. Bu məqsədlidir. Yəni onun düşünməyərəkdən yox, düşünərəkdən eləyir. Bilərəkdən onu incidir. Məqsədli olaraq. Amma məqsədsiz bullying düşünməlmiş bullyingdir. Misal üçün, Günayla Səbinə sinif yoldaşıdırlar və həmçinin yaxın dostdurlar, münasibətləri var. Günay hər dəfə Səbinə ilə zarafat eləyəndə onun çiyninə vurur və yaxud da ki, bu da elə zarafatlar eləyir ki, bu zarafatlar onun xoşuna gəlmir, inciyir hər dəfəsində. Əslində Səbinə bullyingə məruz qalır. Çünki onu hər dəfə çiyninə toxunanda, vuranda o inciyir, ağrıyır. Amma Günay bunu bir düşünmədən, məqsədsiz şəkildə eləyir. Onu incidir. O bilmir ki, onu incidir. Elə bilir ki, zarafat eləyir də öz aralarında. Amma onu bullyingə məruz qoyur. Məqsədsiz, düşünməmiş şəkildə. Ona görə məqsədsiz deyirik. İstəmədən bullyingə məruz qoyur. Və bir də tədris bullyingi var müəllimlər. Tədris bullyingi də adətən öyrənmə prosesində kömək etmək məqsədi ilə fərqində olmadan edilən təzyiqdir. Misal üçün, adi müəllim şagirdi öyrətmək istəyir də və öyrətmə prosesində istəmədən onu təzyiqə məruz qoyur. Bu zaman bu tədris bullyingi adlanır. Təzyiqə məruz qoyursa şagirdi, yenə orada öyrətmək olsa da, amma təzyiqə məruz qalırsa, bu tədris bullyingi adlanır. Yaxşımı? Bu oldu bizim məqsədinə görə bullyingimiz. Sonra var davranışa görə bullying. Bunun da növləri var. Fiziki bullying var, qeyri-fiziki bullying var. Fiziki bullying odur ki, adından göründüyü kimi fiziki əziyyətə məruz qoymaq qarşıdakı insanı. Yəni fiziki olaraq məsələn vurmaq, təpikləmək bu. Adi məktəbin əşyalarına belə istər pəncərəsini olsun, sındırsın, istər stolunu sındırsın, qırsın. Bu da fiziki bullying hesab olunur. Deməli, fiziki bullying oldu şiddətə, yəni əl-qol hərəkətlə vurmaq, yumruqlamaq, təpikləmək, nəyisə sındırmaq, bunlar hər biri fiziki bullyingdir. Qeyri-fiziki bullying isə artıq burada nədən istifadə edirik? Qeyri-fiziki bullyingdə biz verbal növü var, bunun bir də qeyri-verbal növü var. Verbal bullyingdə artıq fizikidən yox, biz sözdən istifadə edəcəyik verbalda. Sözlə incidəcəyik. Ya sözlü şəkildə, ya da yazılı təhqirlər eləyəcəyik. Məsələn, sözlə biri bir-birini təhqir eləyirsə, incidirsə, bunun özü də bullyingdir və verbal bullyingdir. Amma qeyri-verbalda söz yoxdur. Nə var? Jest və mimikaları ilə təhqir eləmək var. Elə məsələn, jest var, mimika var, hərəkət var ki, valla söz onun yanında heç nə olur da. Ona görə buna qeyri-verbal bullying deyirik. Qeyri-verbal, yəni şiddətə məruz qalmaq, istər jest olsun, istər mimikalardan olsun, bunlar. Və bir də var müəllimlər, sosial bullying. Sosial bullying isə, misal üçün, qrupdur, uşaqların qrupudur. Birini kənarda qoyurlarsa, öz qruplarına qatmırlarsa, uşaq istər-istəməz stres keçirir, pis olur. Bu da bullyingdir, sosial bullying. Cəmiyyətdən uzaqlaşdırırlar. Sosial mühitdən onu uzaqlaşdırırlarsa, onu bullyingə məruz qoyurlar, şiddətə məruz qoyurlar. Bu da bullyingin bir növüdür.
Bunun adı olur sosial bullying. Məsələn, uşaqlar özləri bir qrup yaradır. Deyirlər ki, səni biz öz qrupumuza əlavə eləmirik. Gəlmə, qarışma bizim qrupa. O da pis olur axı. Şiddətdir, o da şiddətin bir növüdür. Bullyingin bir növüdür. Daha sonra gəlirik nəyə? Təsirinə görə bullying müəllimlər. Görürsüz, bullying ümumilikdə dedik ki, nədir? Şiddətdir, şiddətə məruz qalmaqdır və adları da mahiyyətindən çox yaxındır deyə testlərdə narahat olmayın. Asanlıqla tapacaqsınız. Məsələn, vasitəsiz bullyingimiz var müəllimlər. Vasitəsiz, bir də vasitəli. Adından göründüyü kimi vasitəsiz bullying odur ki, sən birbaşa həmin şəxsə şiddətə məruz qoyursan. Misal üçün, Zaur əlini birbaşa şiddət özü, yəni kiminsə əlinə yox, özü birbaşa ona şiddət göstərir. Onu vurur, yumruqlayır və yaxud da ki, bir bullyingin başqa bir növü olsun. Yəni birbaşa onu şiddətə məruz qoyur. İstər fiziki olsun, istər psixoloji olsun, istər verbal olsun, istər qeyri-verbal olsun, burada fərqi yoxdur. Yəni birbaşa özü onu şiddətə məruz qoyur. Amma vasitəli bullying kiminsə əli ilə Zaur əlini şiddətə məruz qoyur. Özü birbaşa ona şiddət göstərmir. O adətən filmlərdə olur. Kriminal filmlərdə bir nəfər nəsə cəzalandırmaqdan ötürü başqa bir adam tuturlar. Onu cəzalandırırlar. Başqa bir adamın əli ilə. Yəni özü yox, başqasının əli ilə vasitəli olaraq dolayı yolla onu bullyingə məruz qoyur. Bu da belə. Və bir də bizim xüsusi bullyingimiz var. Bu kiberbullying adlanır müəllimlər. Kiber əsasən sosial şəbəkələrlə bağlıdır. Hə, sosial şəbəkədə məsələn, təhqiredici sözlər yazır, sosial şəbəkədə, həmin şəxsə, başqa bir şəxsə aid şəkillərini paylaşır, videolarını paylaşır istəmədən, istəmədiyi şəkilləri. Bu da şiddətin bir növüdür, zorakılığın bir növüdür. Bunda kiber deyirik, kiberbullying deyirik. Yəni sosial şəbəkə ilə bağlı olan bullyingə də kiberbullying deyirik. Və fəsadları nədir bu bullyingin müəllimlər? Ümumiyyətcə bu bullyingə məruz qalan insanlarda ömrü boyu bir iz qalır beynində, qala bilər. Şiddətlə bağlı ömrü boyu beynində bir iz qala bilər, psixoloji travma ala bilər. Fəsadları əsasən ən ağır fəsadları bunlardır. Yaxşı, bəs necə eləyək ki, necə müəyyən eləyək biz bu bullyingi şagirdlər arasında? Necə müəyyən eləyək, necə müdaxilə eləyək bunlara? Deməli, neynirik? İlk öncə əvvəlki dərslərdə demişdik. Pozitiv mühit yaratmaq lazımdır sinifdə. Yəni uşaqlar demokratik bir sinif mühitində olmalıdırlar ki, müəllim demokratik üslubda olmalıdır ki, şagird nəyəsə məruz qalanda fikrini rahat müəllimlə paylaşa bilsin. Bildirə bilsin müəllimə, yoxsa müəllimdən çəkinib qorxmasın. Bu pozitiv mühitimizdir. Bu bizim oldu pozitiv mühitimiz. Sonra kollektiv əməkdaşlıq var. Bu nədir? Yəni məktəb heyəti var. Müəllim var, direktor var, psixoloq var, köməkçi heyət var. Müəllim görməsə də bullyingi, məsələn, kaldurda tutaq ki, bir uşaq digərinə şiddətə məruz qoyur. Yəni davamlı olaraq şiddətə məruz qoyur. Hə, bir də onu deyim ki, müəllimlər, əgər təsadüfi hallarda bir uşaq digərinlə dalaşırsa, yəni bu mütəmadi olmayan bir şeydir, təsadüfi olur. Bu bullying hesab olunmur. Bullying mütəmadi baş verirsə bullyingdir. Buna diqqət edin. Hə, məsələn, kaldurda bir uşaq digərinə hər dəfə bullyingə məruz qoyur, şiddətə məruz qoyursa, müəllim görməsə də digər heyət var da, tədris müəssisəsində. Texniki işçiləri var, digər üzvləri var heyətin. Onlar, məsələn, texniki işçilərindən kimsə görsə, gəlib onun direktora ya müəllimə məlumat verməlidir. Bir-birindən əməkdaşlıq eləməlidirlər. Buna görə deyirik, kollektiv əməkdaşlıq olmalıdır. Sonra müəllimlər, şəxsi portfeli. Şəxsi portfelində şagirdlərin deyir ki, akademik nailiyyətlərini biz təkcə onları qeyd eləmirik. Şagirdin portfoliyosunda həmçinin onun davranışını da qeyd edirik. Davranışlarla bağlı da məlumatları da qeyd edirik. Bax, bu test sualıdır. Bunu da nəzərdə saxlayırıq. Sonra valideynlə əməkdaşlıq edirik. Bax, adətən valideynlər özləri də uşaqlarında müşahidə aparmalıdırlar ki, görüm uşağımda nəsə bir dəyişiklik yoxdur ki, onun psixologiyasında, hərəkətlərində, görüm bu bullyingə məruz qalandırmı, yoxsa bullying edəndimi? Yəni belə bir şeylə agah olanda, yəni o da müəllimlə də münasibətli olub əlaqə saxlamalıdır, məlumat verməlidir bu haqda. Sonra, daha sonra bu qədər. Sonra gəlirik nəyə? Sonra gəlirik, hə, esse yazmaq var. Necə yəni esse yazmaq? Məsələn, şagirdlərə deyirik ki, bullyingə məruz qalmaqla bağlı nəsə bu mövzuda qoyuruq və bu haqda uşaqlara esse yazdırırıq. Onda uşaqlar fikirlərini orada bölüşürlər, yazırlar. Bir də məsələn, anonim sorğu var, anonim sorğunun keçirilməsi. Bu nədir? Məsələn, bu sorğuda da heç kimin adı qeyd olunmur. Deyirik ki, məsəl üçün sorğu keçiririk. Onu yazanın sorğuda məsələn, bullyingə məruz qaldınmı və yaxud da bullyingə sən bullying etmisənmi, kimisə bu kimi suallar qoyuruq və onu yazanın heç adını bildirmirik.
uşaqlar içərisində bildiyimiz. Çünki bu olur anonim sorğu. Uşaqlar rahatlıqla fikirlərini bildirə bilirlər. Deyirlər ki, hə, mən bullyinqə məruz qalmışam və yaxud da ki, qalmamışam. Sonra və ya bəs bircə nəyə? Bunlar nə üçün idi? Bu strategiyalar aşkara çıxartmaqdan ötürü idi bullyinqi. Bəs bu bullyinqi aradan qaldırmaqdan ötürü hansı strategiyadan istifadə edək? Mənimlə buzqıran strategiyası var. Bunu keçmişik. Buzqıran strategiyası sinifdə isti mühit yaradır. Şagirdlər bir-birini tanıyırlar. Səmimi bir mühit yaradır sinifdə. Bu zaman yəni az müşahidə olunur da həmin siniflərdə bir şagird digər şagirdi bullyinqə məruz qoysun. Valideynlər əməkdaşlığı dedik. Məsələn, şagirdlərin maarifləndirilməsi var. Şagirdlərə, məsələn, bullyinq hadisəsi baş verməmişdən qabaq, bununla bağlı şagirdlərə maarifləndirmə işləri aparırıq. Danışıqlar aparırıq. Maarifləndiririk ki, yəni bu bullyinqə etmək düzgün deyil, şiddətə məruz qoymaq düzgün deyil. Bu haqda maarifləndirici söhbətlər aparırıq. Aqressiyadan qaçınmaq. Bu söhbət müəllimdən gedir. Müəllim əgər bullyinq edən şəxsi tapıbsa, onu cəzalandırmaq, ona aqressiya yanaşmaq düzgün deyil. Çünki niyə? Çünki bu prosesi daha da mürəkkəbləşdirə bilər. Yəni həmin o bullyinq edən şəxs daha da aqressivləşə bilər. Daha da belə vəhşiləşə bilər. Biz də bunu aqressiya ilə yox, rahat bir yolla qoymalıyıq. Problemi həll etməliyik. Sonra müzakirə mühitini dedik, müzakirə təşkil etməliyik. Maarifləndirici həm söhbətlər, həm videolar, həm rollu oyunlar təşkil etməliyik və müəllim modeli. Sonra ümumiyyətcə demişik ki, əvvəldən müəllim özü rol modelidir. Nümunədir şagirdlərə. Müəllim əgər özü şiddət göstərirsə şagirdlərə, o necə deyə bilər ki, uşaqlar bir-birinizə şiddət göstərməyin? Və yaxud da müəllim özü tək vurmaqdan getmir. Sözlə şiddətə məruz qoyursa, bullyinqə məruz qoyursa, bunun da özü də bir şiddətdir. Bunda yəni müəllim özü rol nümunə olmalıdır şagirdlərə ki, şagirdlərdə də bu hadisələr baş verməsin. Vəssalam. Bu qədər sadə və gözəl bir mövzumuz və ən əsas mövzulardan biri, həmçinin də imtahanda düşə biləcək mövzulardan biridir. Yaxşı